Hamıya salam dostlar, mən Məhəmməd. Bu günləri nəsə YouTuber olanlar və videoların izlənməsi üçün nə etməliyik? Abunə artması üçün nə etməliyik? Deyəcəm. Və 2 gün ardından sonra təkrar gəldim. Bir də onu deyim ki, sizə videolar artıq 17:00-da gələcək, bir də 16:00-da ya da 18:00-da belə bu üçü arasında gələcək. Nəsə, əvvəla başlayaq. Short'a da önəm verin. Çünkü bu zamanlar shortlar çox izlənir. Dediyim kimi çox izlənir. Məsələn, bir uzun video atmırsınız, 3 short video üstüne 2 short videosu atın ya da 1 short videosu, sizde kalmış bir şey. Yani böyle. Bir de kabak fotoğraflar. Kabak fotoğrafları şeyləməlisiniz. Dikkat cəlbedici olmalıdır. Yani güzel. Belə deyim, mən olmalıdır. İndi belə deyək, böyük abunələr ulaşmaq üçün nə etməliyik? Böyük abunələr ulaşmaq üçün arada bir edit eləyin. Əgər bu edit çox izlənirsə, abunəniz qalxa bilər, yəni arta bilər. Belə deyim. Və short videosu həm də editdə izlənməyi də artırı bilər. Elə də deyə bilərəm. Bu arada səsimə fikir verməyirsiniz ki, indi 2 gündür video atmamağımın səbəbi belə odur. Səsim qısıtdır, o yüzden ata bilmirəm. Video neysə. Belədir, yəni mənim bildiyim böyle. Həm də sabit içərik olarsa daha tez də böyüyə bilərsiniz. Əgər sabit bir içəriğiniz olmasa, abunəniz yavaş-yavaş artır. Yəni belədir. Mən bildiyim belədir. Siz nə tür bilirsiniz, yerdən gəlirsiniz. Neysə, ondan özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Kanalda abunə olun.